Azərbaycanın suveren əraziləri işğal altında saxlanılan zaman orada yaradılan keçmiş qondarma rejimin dırnaqarası ordu komandanı olmuş. Bugün isə Azərbaycana və xalqımıza qarşı törətdiyi çoxsaylı əməllərə görə Bakıda mühakimə edilən Ermənistan vətəndaşı Lyobomnonyan 44 günlük müharibədə döyüşlərin aparıldığı əraziyə getdiyini, artilleriyanın vəziyyəti ilə tanış olduğunu, bateriyaya baxış keçirdiyini etiraf etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçən məhkəmə prosesində Lyobomnonyan Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıraraq dedi ki, 2018-ci il dekabrın 14-də dırnaqarası ordu komandanı vəzifəsindən çıxarıldıqdan sonra dırnaqarası Fövqəladə Hallar Xidmətinin rəisi, 2019-cu ilin iyununda isə dırnaqarası polis rəisi təyin olunub. Sonuncu dırnaqarası vəzifədə bir il işləyib və bundan sonra təqaüdə göndərilib. 2020-ci ilin iyunundan sonra heç bir vəzifədə çalışmayıb, nə də siyasətlə məşğul olmayıb. Qondarma rejimin dırnaqarası komandanı vəzifəsindən getməsinin səbəbi isə Ermənistanın Yerkrapa Könüllü Birliyinin hərbi təşkilatının sədri Sasun Mikayelyanla fikir ayrılığının yaranması olub. Onu bu vəzifədən Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan prezidenti Armen Sarkisyan azad edib. İfadə verdi ki, dırnaqarası ordu komandanlığı qondarma rejimin tabeçiliyində olmayıb. Amma 44 günlük müharibə dövründə səlahiyyətli şəxs olmasa da qondarma rejimin dırnaqarası rəhbəri olmuş Arayik Harutyunyanın istəyi ilə 2 dəfə döyüşlərin aparıldığı ərazilərə gedib. O, bu ərazilərə necə getdiyi barədə sualları cavablandırmaqdan yayındı. İddia etdi ki, həmin ərazilərə gedəndə dırnaqarası ordu komandanı olan Cəlal Harutyunyanı görməyib. Ümumiyyətlə, dırnaqarası vəzifədən çıxdıqdan sonra Cəlal Harutyunyanla əlaqəsi olmayıb. Bundan sonra məhkəmədə Lyobomnonyanın da iştirak etdiyi və 44 günlük müharibə dövründə Şuşa kənddə orta məktəbdə hərbçilərin keçirdiyi müşavirənin video görüntüsü nümayiş olundu. Müşavirədə çıxış edən qondarma rejimin 1994-2000-ci illərdə dırnaqarası ordu komandanı olmuş Samvel Babayan hərbçilərə tapşırıq verərək rəqibi Şuşada mühasirəyə almaq üçün hazırlanan hücum əməliyyatının planını izah edir. Xəritədə konkret yerləri göstərərək orada minalanmış sahənin olduğunu deyir. Bildirir ki, həmin sahəni keçməyin. Samvel Babayan üzünə hərbçilərə tutaraq deyir ki, Qarabağın taleyi sizin sabahki fəaliyyətinizdən asılıdır. Kim hansı tapşırığı alırsa, onu da icra etməlidir. Əməliyyat formal deyil və əgər baş tutmasa, Qarabağla vidalaşıb İrəvana getməliyik. Getmək üçün də Azərbaycanın icazə verib verməyəcəyi bəlli deyil. Bildirir ki, sürət əsas tapşırıqdır və tez bir zamanda lazım olan mövqelər tutulmalıdır. Samvel Babayan səhər saat 6-da hadisə yerində olmağı, 7-də isə artilleriyanın işə düşəcəyini, hücuma keçəcəklərini söyləyir. Məhkəmədə Lyobomnonyan həmin müşavirədə iştirakını təsdiqləyərək dedi ki, kadrlar 2020-ci il noyabrın 5-də çəkilib. Müşavirəni Samvel Babayan keçirib. Cavabdeh şəxs də Samvel Babayan olub. Müşavirədə 3 taborun dırnaqarası komandiri iştirak edib. Lyobomnonyan həmin yerə bir gün əvvəl getdiyini bildirdi. Əlavə etdi ki, məqsəd 3 taborun gücü ilə hücum edib Çanaqçı, Daşaltı, Şuşa istiqamətlərində yolu bağlamaq olub. Yəni ki, qüvvələr bölünməli, rəqib bütün təminat növlərindən məhrum edilməlidir. Müşavirə rəhbərinin fikrinə görə uğurlu əməliyyat nəticəsində Şuşanı gələcəkdə müdafiə etmək daha asan olacaqdı. Əməliyyat səhər saat 6-da başlamalı idi, amma rəhbər heyət getdikdən sonra orada qalan komandirlər plandan narazılıqlarını bildirərək bunun üçün hazır olmadıqlarını və hazırlaşmaq üçün vaxt verilmədiyini bildiriblər. Lyobomnonyan dedi ki, əməliyyat baş tutmayıb. O, müşavirədə iştirak edənlərdən birinin həmin vaxt ordu tərəfindən Şuşa istiqamətində dırnaqarası məsul şəxs təyin edilən Artur Harutyunyan olduğunu dedi. Təqsirləndirilən Azərbaycanın yaşayış məntəqələrinin, mülki obyektlərinin İskəndər M, Elbrus.U və Smerç tipli raketlərlə vurulması barədə əmrin kim tərəfindən verilməsinə dair sualı belə cavablandırdı. Bu silahlar Ermənistan Respublikasının silahlı qüvvələrində raket qoşunlarının artilleriya idarəsindədir və onlar idarə edirlər. İndi orada hansı qaydalar var, mən artıq onu bilmirəm. Qanuna görə Ermənistan Təhlükəsizlik Şurası tərəfindən sənədlər paket təsdiqlənir. Lyobomnonyan Təhlükəsizlik Şurasının rəhbərinin Ermənistanın baş naziri olduğunu dedi. O, qondarma rejimin dırnaqarası ordu komandanı olduğu zaman silah-sursat almaq üçün heç bir ölkə ilə müqavilə bağlamadıqlarını söylədi. Bildirdi ki, heç bir ölkədən də silah-sursat idxal etməyiblər.
Biz nə almışıqsa Ermənistan silahlı qüvvələrindən almışıq. Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi kimi. Lyobomnonyan dedi ki, orduda məşğələlər və təlimlər qoşunların hazırlığının illik planı əsasında keçirilib. Təlimlərə cavabdehliyi Döyüş Hazırlığı İdarəsi daşıyıb. Minalanmış sahələrin xəritəsi isə yuxarılara Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinə göndərilib. Lyobomnonyan Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün erməni diasporunun olduğu müxtəlif ölkələrdən, o cümlədən Fransadan, Kanadadan, Livandan, Suriyadan ermənilərin gəldiyini təsdiqləyərək, amma onların buna pul müqabilində qoşulmadığını iddia etdi. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda dedi ki, Xankəndidə parad zamanı nümayiş olunan Elbrus 9K-72 raketlərinin Ermənistandan gətirilməsi və nümayiş etdirilməsi planlı şəkildə həyata keçirilib. Həmin planı isə Ermənistanın Müdafiə naziri təsdiqləyib. O, sülh və müharibə dövrü üçün planların da Ermənistanın müdafiə haqqında qanununda təsbit olunduğunu və Ermənistanın Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini söylədi. İfadə verdi ki, Ermənistan prezidentləri hər il Azərbaycanın işğal altında saxlanılan ərazilərinə səfər edib və hərbi hissələrə baş çəkiblər. Bu səfər aprel döyüşlərindən sonra da həyata keçirilib. Həmin vaxt səfər edən Ermənistan prezidenti Serj Sarkisyan hərbi hissələrdə olub. Qeyd etdiyim kimi 2016-cı ildə də səfər istisna təşkil etməyib. Gəlib və hərbi hissəyə səfər ediblər. İndi mən konkret hansı hissəyə səfər etdiyini xatırlamıram. Çünki hər dəfə fərqli hərbi hissələr olurdu. 2016-cı ildə nə ilə əlaqədar gəldiyini bilmirəm. Lyobomnonyan dedi ki, vaxtilə qondarma rejim təhlükəsizliyinin təminatı ilə bağlı Ermənistana müraciət etmişdi. Bununla əlaqədar müqavilə də imzalanmışdı. Həmin müqavilənin imzalanması zamanı çəkilən video məhkəmədə də nümayiş olunub. Ermənistan prezidenti gəlib tanış olurdu ki, verdiyi tapşırıqlar icra olunur yoxsa yox. 1992-ci ildə Ermənistan prezidentinin imzaladığı sənədə əsasən, əgər icra olunursa, necə icra olunur? Hərbi hissələrə gedərkən Serj Sarkisyanın səfərində siz də iştirak etmisiniz sualına cavabda bildirdi ki, əgər mən komandir olmuşamsa, əlbəttə müşayiət etmişəm. Lyobomnonyan həmin vaxt aprel döyüşlərində iştirak edənlərin təltif olunduğunu söylədi. O, 2016-cı ildə Qondarma Qurumun dırnaqarası silahlı birləşmələrinin rezerv dəstələrinin Ağdam və Xaçınçay istiqamətinə onun əmri ilə yerləşdirildiyini dedi. Dövlət ittihamçısının sualına cavabda bildirdi ki, həmin vaxt briqada komandiri Qriqori Sahakyan, artilleriya rəisi isə Gena Bağdasaryan olub. Bundan sonra dövlət ittihamçısı Vüsal Abdullayev iş üzrə keçən sübutlarla bağlı təqsirləndirilən David Manukyana suallar verdi. David Manukyan isə sualları cavablandırmaqdan yayındı. O, 2020-ci ildə minaları rəqibin ön xətti keçməməsi üçün bastırdıqlarını söylədi. Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.